Ermənilər tarixin müxtəlif məqamlarında qədim türk tayfalarının yaşayıb idarə etdiyi məkanlarda düşünülmüş şəkildə insanlığa qarşı vandal hərəkətlər törədiblər. Onlar yerli əhalini sıxışdırıb çıxarmaq üçün hər cür vasitələrə əl atıblar. Bugün Qərbi Azərbaycan Kronikası layihəsi çərçivəsində Zəngəzur mahalının qədim türk Oğuz yurdlarından sayılan, zaman-zaman etnik tərkibi dəyişdirilən Meğri rayonu haqqında söz açırıq. Qərbi Azərbaycanın, indiki Ermənistanın Zəngəzur mahalı ərazisində yerləşən Meğri rayonu şimaldan Qafan rayonu, şərqdən Azərbaycanın Zəngilan rayonu, qərbdən Ordubad rayonu, cənubdansa Güney Azərbaycan, İranla həmsərhəddi. Meğri çayı rayon ərazisindən axıb Araza tökülür. Toponimi türk dilində quruyan, az sulu çöl çayı olan dərə, yüksəkliklərdən aşırımı olmayan çıxılmaz dərə, dalan kimi dərə mənasında işlənən mukur sözünün fonetik variantı olan mığrı sözü əsasında formalaşıb. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Bu yerin adı qədim mənbələrdə mığrı, mehri kimi göstərilir. Meğri adı meğ, mağ, muğ anlamını saxlayıb və bu yerlərdə qədim türk tayfalarının yaşadığına tutarlı dəlildir. Yerli əhali, yəni Meğri rayonunda yaşayan bütün Azərbaycanlılar rayonun adını mığın formasında işlədiblər. Rayon ərazisi 7-ci əsrdən 11-ci əsrə qədər ərəblərin işğal altında, 11-13-cü əsrlərdə Səlcuq türklərinin tabeliyində, 15-16-cı əsrlərdə isə Səfəvilər dövlətinin tərkibində olub. 1730-cu ildə ərazi Osmanlı tərəfindən idarə edilib. 1735-ci ildə rayonun ərazisi Nadir Şahın hakimiyyəti altına keçib. 1822-ci ildə yaradılan Azərbaycanın Qarabağ vilayətinin tərkibinə keçib. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Azərbaycanın tərkibində Çar Rusiyasının tabeliyinə verilib. 1868-ci ildə yaradılan Yelizavetpol, yəni Gəncə quberniyasının Zəngəzur qəzasının tərkibinə daxil olub. 1918-1920-ci illərdə bu ərazi Azərbaycan Cümhuriyyətinin Zəngəzur qəzasına verilib. 1918-1920-ci illərdə bu ərazi Azərbaycan Cümhuriyyətinin Zəngəzur qəzasına bağlı olub və daim erməni quldur dəstələrinin terror və təxribatlarına uğrayıb. İndiki Ermənistanda 1920-ci il noyabrın 29-da Sovet hökuməti qurulandan sonra Ermənistan adlanan respublikanın tərkibinə daxil edilib. Meğri rayonunun ərazisində 1831-ci ildə 1143 nəfər Azərbaycanlı, 1031 erməni, 1873-cü ildə 2997 nəfər Azərbaycanlı, 3010 erməni, 1886-cı ildə 2611 nəfər Azərbaycanlı, 4213 erməni, 1897-ci ildə 3998 nəfər Azərbaycanlı, 5765 erməni, 1922-ci ildə 1545 nəfər Azərbaycanlı, 6370 erməni, 1926-cı ildə 1985 nəfər Azərbaycanlı, 6517 erməni, 1931-ci ildə 2329 nəfər Azərbaycanlı, 7097 erməni yaşayıb. İnzibati rayon kimi Meğri rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. Rayon mərkəzi Meğri şəhəridir. Ərazisi 664 kvadrat kilometr, rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 kilometr təşkil edir. Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz olan Meğrinin rayon mərkəzinə 1958-ci ildə şəhər tipli qəsəbə statusu verilib. Qaladaş dağı, Cahnovar dağı rayonun ərazisinə düşür. Birinci Şah Abbasın tikdirdiyi 999 karvansaradan biri də Meğri rayon ərazisində yerləşir ki, indi ermənilər bu qədim abidədən mədəniyyət obyekti kimi istifadə edirlər. Rayonun 20-dən çox kənd və yaşayış məntəqəsində yaşayan azərbaycanlılar son olaraq 1988-ci ildə deportasiyaya məruz qalıblar. Onlar Aldərə, Lök, Maralzəmi, Lehvaz, Mığrı, Astazur və digər yaşayış məntəqələrini tərk etməyə məcbur ediliblər. Rayonun Nüvədi kəndi isə 1991-ci ildə tamamilə boşaldılıb. Bundan sonra Ermənistan SSR Ali Sovet Rəyasət Heyətinin müxtəlif fərmanları ilə rayon üzrə tarixi yer adları dəyişdirilib. Belə ki, Püşkah Haygedzor, Astazur Şavanidzor, Lök Vartanadzor adlandırılıb. Nəhayət 1995-ci il noyabrın 7-sində Ermənistan parlamentinin qərarı ilə Zəngəzur mahalı ərazisində yerləşən Meğri, Goruz, Qafan, Sisyan rayonları ləğv edilib. Bu rayonların hesabına mərkəzi Qafan şəhəri olan Sünik mərziliyi yaradılıb. Beləliklə, qədim Azərbaycan torpağı olan bu məkan da ermənilərin uzun illərdən bəri apardığı çirkin planların qurbanı olub. Təbii ki, indi zaman dəyişib, yeni reallıqlar yaranıb və biz Zəngəzura, o cümlədən Meğriyə qayıdacaq, yurd yerlərimizə yeni nəfəs verəcəyik.